Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün sizlərə sayla bağlı bəzi xüsusi məqamları vurğulayacağım. Mövzuya başlamadan əvvəl sizlərdən kiçik bir ricam, videonu bəyənməyi və kanalı izləməyi unutmayaq. Mövzumuz say. Ümumiyyətlə, say bilirik ki, əşyanın miqdarını və sırasını bildirən əsas nüqsələrindən biridir. Yəni, sifətlə sayın ortaq cəhətlərindən biri də hər ikisinin ismə aid olmasıdır. Say cümlədə sifətə aid ola bilər, lakin nəzərə almaq lazımdır ki, bu zaman sifət isimləşmir. Bəli, deyir ki, əsasən say cümlədə ismə aid olur. Bəli, dedik, sayla sifətin ortaq cəhəti var. Amma say bəzən cümlədə sifətə aid ola bilir. Bu anda nə baş verə bilər? Yəni, zaten dediyimiz kimi, sayla sifətin ortaq cəhəti hər ikisi ismə aid olur. Bəzən bunlar aid olduğu isimlərin yerində işlənə bilir. Yəni, isimləşə bilirlər. Bu zaman say həmin isimləşmiş sifətə aid ola bilir. Yəni, normal sifət isimləşməzsə, say ona aid ola bilməz. Məsələn, yazıram ki, xəstəxanaya yüzlərlə yaralı əsgər gətirdilər. Burada yüzlərlə say, yaralı sifət, say, sifət, isim, əsgər. Yadda sanki bunların hər ikisi əsgər isminə aid. Yəni, qrammatik normanın tələbinə görə bu sıralamada sifət ismə daha yaxın olur. Say sifətlə ismin arasında olur. Deməli, birinci say gəlir, sonra yəni sifət, sifətdən sonra isim gəlir. Yəni, sifət ismə daha yaxın olur. Yəni, bunların aralarına norma pozulmazsa, hər hansı bir əsas nüqsəsi girməz. Yəni, əsasən dediyim kimi sifət, isim, sonra say, sifət, isim. Yəni, hər ikisi qeyri həmciz təyin mövqeyindən çıxış edir və ikisi də isimə aiddir. İndi burada say isimə aid. İndi say bəzən dedik sifətə dair. Nə olur? İsimləşir. İndi bunu belə yazaq. Xəstəxanaya yüzlərlə yaralı gətirdilər. Bu cümlədə nə oldu? Bax, əsgər ismi, yəni sifətin aid olduğu isim yoxa çıxdı. Sifət nə oldu? İsimləşdi. Gətirdilər. Nə gətirdilər? Yaralı. Qeyri-müəyyən vasitəsiz, qeyri-müəyyən təsdiqallı söz. Yəni, tamamlıqdır. Deməli, bu nədir? İsimləşdi. Həmin bu yüzlərlə sayı nəyə aid olur? İsimləşmiş sifətə. Yəni, say cümlədə sifətə aid ola bilir. Yəni, say nə zaman sifətə aid ola bilir? Sifət isimləşdiyi zaman. Yəni, sifət isimləşmədiyi sürəcə say ismə aid olur. Başqa bir nümunə göstərək. Məsələn, 5 qırmızı don. Bu cümlədə yenə yuxarıdakı kimi birinci cümlə ilə demək ki, eynidir. Yəni, 5 də dona aiddir, qırmızı da dona aid. Yəni, 5 dənə don mənasında 5 dənə qırmızı don. Deməli, hər ikisini yadda saxlamaq lazımdır ki, burada heç biri isimləşmədiyindən bu prosesdə, yəni say sifətə deyil, say birbaşa nədir? İsmə aid olur. Yəni, yadda saxlamaq lazımdır ki, say o zaman sifətə aid ola bilir ki, sifət nədir? Aid olduğu ismin yerində işlənsin, yəni isimləşsin. Say düzəldən leksik şəxslər demək ki, heç birinin amonimliyi yoxdur. Yəni, ümumiyyətlə, yadda saxlayır ki, biz düzəltmə saylar digər əsas nüqsələrindən fərqlənən xüsusiyyətlərdən biri də nə idi? Ümumiyyətlə, sayın quruluş və düzəltmə forması digər nüqsələrindən fərqlənir. Bunun fərqlənmə məsələsi saylardan yaranır. Yəni, 5 dənə, 4 dənə say istisna halı çıxmaq şərti ilə yadda saxlayır ki, saylar nədən düzəlir? Saylar, yəni saylardan düzəlir. Aydın oldu, saylardan düzəlir. Yəni, istisna 4-5 dənə say var ki, indi onu birazdan onlar haqqında məlumat verəcək. Yadda saxlayır. Çoxlunun lusunu çıxırıq istisna. Say düzəldən şeylər hansılardır? Məsəl üçün, larla, larca, azacıqdakı acıq, qeyri-məhsuldar, düzdür. Sonra çoxludakı bulunu yazaq bura, çoxlu. Bir də sıra sayı düzəldən ıncı şəkilsi. Yəni, bu sayların bir dənə bunu çıxmaq şərti ilə və bunu qoyuruq. Çünki lo-lü-lünün amonimliyi var da, düzdür, bunun haqqında deyək. Amma larladır, larcadır, acıqdır, ıncıdır. Bunların amonimliyi yox. Bunlardan başqa nüqsələr düzəlməz. Yəni, larlada da istisnalar var. Məsəl üçün, qeyd edə bilər ki, dəfələrlə, illərlə, yəni günlərlə, yəni say olmayan nitq hissəsini artırırlarsa. Aydın oldu, yəni bunlar dediyimiz kimi
Yəni dəfələrcə, yəni bunun haqqında da indi deyə bilərik bəlkə də, amma dediyim kimi, yəni bunlar saydan düzəlir. Düzdür? Saya artıldığına görə yəni heç birinin amonim yoxdur deyəndə, yəni istisna halları çıxmaq şərti ilə bunların amonimlik məsələsi yoxdur. Bu da zərf niyə o aid ola bilir? Çünki zaten sayla zərfin ortaq sözləri də var. Düzdür? Yəni ona görə də bunlar bir-birinə yaxın mövqe tuta bilirlər. Bəzən də bu şəkilçilərlə də bəli, saya artırılmazsa başqa nitqsələr gördük ki, artıra, yəni əmələ gətirə bilir. Say düzəldən şəkilçilərin hamısı milli mənşəli şəkilçilər. Yəni AHC qanunun tələbinə görə 2 və 4 cür yazıla bilir. Bu ikisini çıxırıb. Bunlar da yine AHC qanununa tabidir. Yəni. Düzəltmə sayılar ancaq saylardan düzəlir. İstisna olaraq deyəcəyik. Dediyim kimi bir an əvvəl yuxarıda vuruladı ki, bu şəkilçilər nəyə artırılır? Sayları artırılaraq say düzəldir. Sadəcə 4 dənə, 5 dənə say. Məsələn, ilkinci sıra sayı, əvvəlinci, axırıncı, sonuncu filanıncı. Məsələn, ilkinci ilk sifətdir, əvvəl zərfdir, axır isimdir, son isimdir, filan da əvəzlikdir. Yəni bu 5 dənə sayı çıxmaq şərti ilə 5 dənə sayı çıxmaq şərti ilə yerdə qalan bütün düzəltmə saylar hamısı nədir? Saylardan əmələ gələ bilir. Bunu vurğuladıq. Bir də sıra saylarının quruluş məsələsindən bilirik ki, sıra sayı ancaq ıncı şəkilçi ilə yaranır. O sözün tərkibində bu şəkilçi yoxdursa, o saya heç vaxt sıra sayı deyə bilməliyik. Ona görə də sıra sayı ən az düzəltmə nədir? Olacaq. Sadə sıra sayı yoxdur ki, bunu da vurğulamış olduq. İndi gəlirik bəzi sözlərin kökləri bir-birinə çox oxşuyur. İstəyir sayda olsun, istəyir sifətdə olsun, istəyir feildə olsun. Bunları fərqləndirmək üçün biz o köklərə artırılan şəkilçiyə diqqət edin. Məsələn, amonim sözlər var da, düzdür? Baxın, burada az sözü. Azalmaq var, azdırmaq var. Belə baxanda deyirik ki, bu nədir? İkisi də eyni şeydir da. Amma diqqətli oluruq. Niyə? Buna artırılan şəkilçiyə baxıb biz bu kökə qiymət verə bilərik. Al əl nə şəkilçidir? Adlardan feil düzəldən şəkilçidir. Ad deyirəmsə, mən bu azı buradan götürüb da yenə çox sözü yaza bilərəm. Az, çox nədir? Olur say, düzdür? Azdan azalmaq, çoxdan çoxalmaq və s. Amma azdırmaq feilində mən bunu silib çox sözü qoya bilərəm. Xeyr. Deməli bu say deyil. Bu nədir? Dırdır nədir? Dırdır feildən feil düzəldən leksik şəkilçidir. Al əl isə adlardan feil düzəldən leksik şəkilçidir. Deməli buradakı az saydır, buradakı az isə azmaq feilidir. Yəni mən bunu dediyim kimi həm şəkilçi ilə bilə bilərəm. Bir, şəkilçi nədir? Şəkilçini tanıyıramsa, belə də qiymət verə bilərəm. Və yaxud silib onun yerinə başqa nitqsəsi yazıram. Yəni azın yerinə çox yazıram, olur say, çoxdan çoxalmaq, yəni ad olur. Amma azdırmaq sözündəki azı silib yerinə çox yaza bilmirəm. Deməli bu ad deyil, bu nədir? Feildir. Minlik və mindirmək sözü nədir? Yenə eyni şey. Minlik sözündə tutaq ki, min nədir? Saydır, düzdür? Məsələn, buraya yazaram belə, tutaq ki, yüzlük məsəl üçün. Lıq, adlardan isim düzəldir. Mindirməkdə isə 100 yazıb 100-dürmək deyə bilərəm. Xeyr, deyə bilmərəm. Deməli, buradakı minmək feilidir. Buradakı min də nədir? Saydır. Yəni, mən bunu artırılan şəkilçilərlə və yaxud da həmin sözləri silirəm. Yerinə başqa nitqsəsinə aid olan sözü, hansı nitqsəsinə aid sözü yaza bilirəmsə, deməli, bu addır. Bu isə nədir? Feildir. Bir də ikinci məqam da şəkilçiləri tanıyaraq. Yəni, dır, feildən feil düzəldən şəkilçidir. Minlik sözündəkilik də, lıq də adlardan nədir? İsim və yaxud da sifət düzəldən şəkilçidir. Bunu daha çox adətən düzgünlük sözü var, onunla vurğuluyuruq. Düzgünlük. Bax, buradakı sözdə düzgünlük sözün kökü ilə, tutaq ki, məsələn, yazıram bura. Düzlük. Bu düzlüklə bu düzgünlüyün fərqi nədir? Baxın, bunu artırılan şəkilçidə. Diqqətli olursunuz. Qıncın nədir? Feildən sifət düzəldən şəkilçidir. Düzdür? Lük isə nədir? Adlardan isim və yaxud da sifət düzəldən şəkilçidir. Və yaxud da yazıram bura düzəlmək. Düzəlmək. Yenə buradakı məsələ. Al əl nə şəkilçidir? Leksik şəkilçidir. Yəni adlardan feil düzəldən. Deməli bu feil yox, addır. Amma buradakı qıncındakı düzgündəki düz isə bu isə feil. Yəni bunu artırılan şəkilçi ilə bunun mövqeyini müəyyən edə bilir. Yəni mən sözün kökünün, yəni oxşar köklərin hansı nitqsəsə aid olmasını iki yolla. Bir, ona artırılan, birbaşa qoşulan leksik şəkilçi ilə tapa bilərəm. İki,
həmin sözü başqa niksələrlə əvəz edirəm. Hansı niksəsinə məxsus söz artırı bilirəmsə, deməli, bu həmin niksəsinə məxsus sözlərdən biri hesab oluna bilər. İndi gəlirik mürəkkəb saylarla bağlı deyəcəyimiz məqam. Ümumiyyətlə, yadda saxlayırıq ki, belə, mürəkkəb sözlər, yaranma xüsusiyyətləri əsas niksələrində demək ki, bir-birinə oxşardır. Mürəkkəb isimlə mürəkkəb sifətin digərlərindən fərqli məqam odur ki, mürəkkəb isim və mürəkkəb sifətdə bitişik yazılan formaları var. Amma saydır, əvəzlikdir, zərfdə də var, o bitişdiricdən yazıla bilir. Feillərdə bir iki dənə, yəni 4 dənə söz istisna çıxmadan demək ki, onlarda bitişik yazılan forma yoxdur. Yəni yadda saxlayın ki, mürəkkəb saylar hər zaman ayrı və ya defislə yazılır. Defislə yazılanlar təxmini, təqribi müəyyən miqdar saylarıdır. Ayrı yazılanlar da bunların hamısında var. Müəyyən miqdar sayında da var, sıra sayında da var, kəsr sayında və s. və s. Təxmini müəyyən miqdar sayında da deyir ya, təqribi. Məsələn, sinifdə 10-15 nəfər, 5-6 nəfər uşaq var. 5-6 nəfər şagird var. 5-6 təxminidir. Defislə yazılır, yerdə qalanlar ayrı yazılır. Bir də dediyim kimi mürəkkəb saylar defislə yazılır və yaxud da ayrı yazılır. Amma bəzən, bax bir də bəzən deyəndə bir məqamdadır bu. Daha çox Arifaqar lüğətində olan forma budur. 10-15. Yəni mürəkkəb sayın tərkibində, bax mürəkkəb sayın tərkibində 15 sayı bitişik yazıla bilir. Yəni bunu istinsahal kimi deyək, bu sayın yaranma formu, yəni bu belə yazılmır da. 10-15 yazılmır. Birbaşa nədir? Bax bu formada yazılır ki, bunu da yadda saxlayaq. Mürəkkəb saylardan bitişik yazılan forması indi birdən də qarşınıza necə formada gələ bilər. Diqqətli olursa, 10-15 sayının yazılışında 15 sözü bu təxmini, yəni mürəkkəb təxmini miqdar sayının tərkibində bu formada bitişik yazıla bilir. Defislə yazılanlar da əsl mürəkkəb saylar. Buna niyə deyir? Çünki əsl mürəkkəb saylar bitişik, sözlər ümumiyyətlə bitişik və defislə yazılır. Ayrı yazılan sözlərə təqribi, benim üzr istəyirəm, tərkibi sözlər deyilir, mürəkkəb sözlər, ayrı yazılanlara. Amma hansı ki, bitişik və defislə yazılır, onlar əsl mürəkkəb sözlər. Məhz defislə yazılan mürəkkəb saylara da əsl mürəkkəb saylar deyilir. İşte bunu da, bax, yuxarıda dediyimi istədiyimiz buydu ki, mürəkkəb sözlər 3 formada yazılır, bitişik, defis ayrı. Bitişik ilə defis yazılanlar əsl mürəkkəb sözlərdir, ayrı yazılanlar da tərkibi sözlərdir. Əsl mürəkkəb sözlər isim və əsasən belə deyək ki, əsasən daha çox isim və sifətin tərkibində olur. Ayrı yazılanlar da mürəkkəb tərkibi saylar deyirik. Bu da ki, məlum məsələdir. Hər kəs bilir ki, hansılar ayrı yazılır. Bunu vurğuladıq. İndi gəlirik hansı məqamı? Heç də bütün sadə və düzəltmə saylar mürəkkəb sayın tərkibində çıxış edə bilmir. Yəni, tutaq ki, məsəl üçün, bu digər əsas niksələrə də aiddir. Məsələn, bütün sözlərin tərkibində, məsəl üçün, yəni isimdən isimmi və yaxud da formalar nədir? Formalaşa bilməz. İndi gəlirik saylara aid xüsusiyyət. Məsəl üçün, az say mürəkkəb sayın tərkib hissəsi ola bilir. Məsələn, bir az çox bu formada işlənə bilir. Məsələn, çox sayda işlənə bilir. Məsələn, bir çox, az çox, yuxarıda bu mövqeyini görmüşük, xeyli işlənə bilir. Amma onlarla, yüzlərlə sayı mürəkkəb sözün tərkibində işlənə bilmir. Yəni, daha doğrusu mürəkkəb sayın tərkibində işlənə bilmir. Necə ki, xeyli, çox, az işləndi, amma onlarla, yüzlərlə və yaxud da onlarca, yüzlərlə işlənə bilmədi. Amma minlərlə, milyonlarla ola bilir. Çünki, bura 100 min deyə bilirəm, 100 milyon da deyə bilirəm. Düzdür? Deməli, mən 100 minlərlə, 100 milyonlarla mürəkkəb sayı işlədə bilərəm. Məsələn, 2-ci, 90-cı, 100-cü. Bunlar da nədir? Ola bilir. Məsələn, tutaq ki, 2-ci sadədir, 12-ci mürəkkəb olur. 90-cı yenə sadədir. Bir sadə deyəndə, yəni belə deyək də, sadə deməkdə, düzəltmədə, yəni mürəkkəb söz deyil mənasında. Yəni bu sadə deyil. Çünki bunların tərkibində hamısında nə var? Leksik şəkilçi mövcuddur. Bunların yanına da say qoyduqca, məsələn, 12-ci, 190-cı, 200-cü bunlar mürəkkəb sayın tərkib hissəsi ola bilir. İndi yadda saxlayaq ki, müəyyən miqdar sayından sonra gələn isimlər əsasən təkdə olur. Hansı ki, ondan sonra isim cəmdə gələrsə, o qrammatik norma nədir? Pozur. Amma bir dənə bu il sözü istisnalıq təşkil ki, qeyri-müəyyənlik məzmunu daşıyanda bu cəm şəkli qəbul edə bilir. Məsələn, 1000 illər deyəndə 100 minmi, məsələn, 10 minmi,
dəqiq bilinmir. Ona görə bəzən cəm çəkisi qəbul edə bilir. Bunu da bu formada yadda saxlamaq lazımdır. Yuxarıda vurğuladığımız kimi mürəkkəb müəyyən miqdar sayılar defislə yazıla bilməz. Həmişə ayrı yazılır. Buna görə də müəyyən miqdar sayılar mürəkkəb variantı, mürəkkəb tərkibi sözlər. Yəni ayrı yazılan mürəkkəb sözlərə ayrı yazılan mürəkkəb sözlər bütün nitq səhərində aiddir. Hansındakı varsa mürəkkəb sözlər, tərkibi sözlər adlanır. Hansı isim və sifətdə mürəkkəb tərkibi isim, mürəkkəb tərkibi sifət yoxdur. Amma digər əsas nitqlərində var. Məsələn, sayda var, əvəzlikdə var, zərfdə var, feildə var. Yəni bunlarda ayrı yazılan mürəkkəb sözlər var. Amma isimlə sifətdə ayrı yazılan mürəkkəb. Yəni tərkibi isim və tərkibi sifət deyə bir anlayış yoxdur. Bunu da yadda saxlaya bilərik. İndi gəlirik numerativ sözlər. Müəyyən miqdar sayıları ilə aid olduğu isimlər arasında bəzi sözlər ki, bunlara numerativ söz deyir. Yadda sal, numerativ söz sayla isimin arasındadır. Mütləq, baxın, say isim, yəni isimləşən söz də ola bilər də. O yəni sadəcə sıra budur da. Yəni buradakı söz numerativ söz adlanır. Numerativ söz. Məsəl üçün 5 nəfər adam. Diqqətli oluruq. 5 nəfər adam. Aydın olur. Bax buna da diqqət edirik. Deməli isim, say. Bu olur numerativ söz. Mütləq numerativ adlanması üçün bu isimlə sayın arasında işlənməlidir. Bunun başqa forması nədir? Yoxdur. Onu da diqqətli olun. Bəzən numerativ söz sayla sifətin arasında o zaman bu nə etməlidir? İsimləşməlidir. 2 nəfər xəstə gətirdilər, 5 ədəd tikilini dağıtdılar və sabah mütləq dediyim kimi dərsin əvvəlində də vurğuladığımız kimi say nə zaman sifətə aid ola bilir? Sifət isimləşdikdə. Sifət isimləşməsə say ona aid ola bilməz. Numerativ sözlə nə zaman sayla sifətin arasında işlənə bilər? Yenə həmin məsələ qaydırıq. Sifət isimləşməlidir ki, yəni aid olduğu ismin yerində işlənməlidir ki, sayla onun arasında nə işlənsin? Numerativ söz işlənsin. Nəfər sözü ümumiyyətlə numerativ söz nə zaman numerativ söz funksiyası qazanır? Sayla ismin arasında işlənir. Bəzən nəfər sözü yəni sayla ismin arasında işlənməyə bilər. Nəfər sözü zaten insanlaşı bildirən sözlərin əvvəlində işlənir daha. Düzdür? Nəfər sözü özü də yəni insanlaşı bildirə bilir. Yəni isimsiz işləndikdə. 2 nəfər zabit qapının yanında səni gözləyir. 2 nəfər qapının yanında səni gözləyir. Yəni, diqqət olaq ki, buradakı numerativ sözdür, buradakı isə numerativ söz funksiyası daşımır. Buradakı isimdir, buradakı numerativ sözdür. Bütün numerativ sözlər, morfoloji cəhətdən isim sayılır zaten. Yəni numerativ söz hansı nüqsəsində, nəfər söz hansı nüqsəsi aiddirsə desəz, bilin ki, bu nədir? İsimdir yəni. Bunu belə deyək ki, məsələn, 5 qaşıq dərman. Qaşıq söz hansı nüqsəsi? Amma o cümlədə hansı funksiyanı daşır? Numerativ söz funksiyası daşır. Niyə? Çünki sayla ismin arasında işlənir. Bəzən də aid olduqları isim cümlədə olmur. Belə deyək ki, sayla ismi özü ilə birbaşa isim mövqeyində çıxış eləyə bilir. İndi gəlirik numerativ sözlərin kəmiyyət fərqi yaratması. Ümumiyyətlə, kəmiyyət, say bunu bilirik. Düzdür, numerativ sözlər bəzən kəmiyyət fərqi yaradır. Bu nə deməkdir? Numerativ söz, belə deyək ki, həmin o numerativ söz özündən əvvəlki sayın miqdarına təsir göstərsin. Bax, özündən əvvəlki sayın miqdarına təsir göstərsin. Əgər təsir göstərsə, o miqdarı dəyişərsə, bu kəmiyyət fərqi yaratma demək. Dəyişməzsə, kəmiyyət fərqi yaratma demək deyil. Məsələn, baxın burada 2 qələm, 2 cüt qələm. Bu oldu 4 dənə qələm, bu oldu 2 dənə qələm. Bir corab, bir cüt corab yenə cüt qoşalıq məzmunu bildirir. Məsələn, bir dənə kitab, bir qucaq kitab. Qucağında nə qədər kitab var? En qədər. Məsələn, 5 dənə, 10 dənə, 20 dənə. Amma burada konkret bir dənə kitabdan söhbət gedir. Bir nəfər adam, bir avtobus adam. Aydın oldu, burada da yenə baxırıq. Bir nəfərdən sonra burada isə qeyri-müəyyənlik bildirir. Yəni, bəzən numerativ sözlər qeyri-müəyyənlik nədir? Bildirə bilirlər. Hansı ki, biz onu saya bilmərik. Bir də, baxaq, məsələn, burada numerativ söz kəmiyyət fərqi yaratır. Amma baxın bura. Bir damcı su
bir qaşıq su, bir stəkan su, bir vedrə su. Bunların heç birində kəmiyyət fərqi yoxdur. Baxmayaraq ki, burada suyun miqdarı çoxdur. Ona bir şey deməli. Bax, kəmiyyət fərqi yaratması nə lazımdır? Numarativ söz sayın miqdarını dəyişsin. Aydın oldu, yəni sayın tərkibini dəyişsin. Burada heç bir damcıdır, bir qaşıqdır, bir stəkandır, bir vedrədir. Burada ikisi bir yerdə nədir? Buna aiddir. Burada da ikisi bir yerdə buna və. Deməli, bunların heç birində qabaqdakı birin miqdarı dəyişmir. Yuxarıdakılarındakı birin miqdarı, ikin miqdarı dəyişir, amma buradakı heç birinin qabağındakı birin miqdarı dəyişmir. Ona görə də biz buna kəmiyyət fərqi yaradan numarativ söz kimi baxmırıq. Amma yuxarıdakılarına baxır. Çünki qarşındakı sayın miqdarını dəyişirsə, deməli, bu nədir? Kəmiyyət fərqi yaradan numarativ sözdür. Amma dəyişmirsə, kəmiyyət fərqi yaratmır. Morfoloji təhlil zamanı bunlar cəlb olunmur. Sintaktik təhlildə isə sayla bir yerdə götürülür. Yəni, bunların hamısı say hansı cümlə üzrüdürsə, ikisi bir yerdə o cümlə üzrünü rolunda çıxır. Yəni, say hansı cümlə üzrü əsasən təyin olur, düzdür? Deməli, bunlar da bir yerdə təyin mövqeyində çıxış eləyəcəklər. Bir də var dəfə sözü. Sayla, ki, görürsən ki, sayla sayın arasında işlənə bilir. 3 dəfə çox bu numarativ söz sayılmır. Çünki numarativ söz sayla isim arasında işlənə bilən numarativ sözlərdir. İndi gəlirik sayın suallarından. Məsələn, qeyri-müəyyən miqdar sayı ilə müəyyən miqdar sayın suallarındakı fərq. Yadda saxlayaq ki, sayın sualları bunlardır. Qeyd edək bura. Neçə, nə qədər, neçənci. Düzdür, dikərsə sayı ayrıdır, neçə hissə və s. Ümumiyyətlə, yadda saxlayaq ki, bu neçə ilə nə qədər sualının funksiyası biraz neçə sualına cavab verən sayın tərkibində mütləq rəqəm olmalıdır. Mütləq. Həmin mən sayı rəqəmlə yaza bilməliyəm. O sayı neçə sualına cavab verməsi üçün mütləq rəqəmlə ifadə oluna bilməlidir. Amma hansı sayı ki, mən rəqəmlə ifadə edə bilmirəm, ona heç vaxt neçə sualı verə bilmərəm. Məsələn, bütün müəyyən miqdar sayılarına neçə nə qədər sual verə bilərsən. Amma qeyri-müəyyən miqdar sayılarından bəzi istisnalar olan çıxmaq şərtlə neçə sualı verə bilmərəm. Bu hansıdır? Məsəl üçün, təqribi var idi. Bir an əvvəl dedik, təxmini təqribi. Təxmini müəyyən miqdar sayıları. Məsələn, 5-6. 5-6. Yəni, bunlar 5-6 rəqəmlə yaza bilərəm. Neçə sualı verə bilərəm. Amma xeyli sözünə ancaq nə qədər sualı verməliyəm. Çünki mən bunu rəqəmlə ifadə edə bilmirəm. Yəni, yadda saxlayırıq ki, bütün sayılar zaten rəqəmlə ifadə oluna bilmir. Çoxlu sayının hansı rəqəmlə qarşılığı var? Heç bir rəqəmlə nədir? Bunun konkret bir rəqəmlə qarşılığı yoxdur. Ona görə də diqqətli oluruq ki, nə qədər sualına cavab verən söz, bəli, müəyyən miqdar sayı nə qədər sualına cavab verə bilər? Müəyyən miqdar sayı neçə sualına cavab verə bilər? Amma qeyri-müəyyən miqdar sayıların hamısı neçə sualına cavab verə bilməz. Yəni, təqribi, təxmini miqdar sayından istisna olmaqla yerdə qalan qeyri-müəyyən miqdar sayıları demək olar ki, ancaq və ancaq nə qədər sualına cavab verəcək. Dediyimiz kimi, neçə sualına cavab verən söz ədədlərdən təşkil olunan, yəni rəqəm ədədlərdən təşkil oluna bilən sayılar kimi göstərə bilərik. İndi gəlirik, məzmununda say olan sözlər var. Məzmununda. Yarım, çeyrək, türklərin çeyrək dediyi, 1/4. Bunların məzmun, sonra məsəl üçün ilk, tək, aydın oldu. Bunların məzmununda, məsələn, tam, məzmununda say məzmunu var. Amma bunların heç biri say deyil, bunlar da heç biri say deyil. Yəni, bunlar say deyil, say konkret bilirik. Rəqəmlərlə ifadə olunur, düzdür. Bunu bilirik. Sonra qeyri-müəyyən miqdar sayılar var, müəyyən miqdar bildirir. Kəsr sayılar var, əsasən bəli saylardan düzəlir və s. Bunlar isə say bildirmir. Yəni, yarım 2/1 məzmunu bildirə bilər. Çeyrək 4/1 məzmunu bildirə bilər. Amma bunların heç biri say deyil. Yəni, mən yarım deyəndə onun nəyinsə yarısıdır da, düzdür. Hər hansı bir şeyin yarısıdır.
Bir an əvvəl yuxarıda vurğulamışdıq. Müəyyən miqdar sayı və sıra sayları bəzən qeyri-müəyyənlik bildirə bilir. Ümumiyyətlə saylar nə zaman qeyri-müəyyənlik bildirə bilirdi? Bir o numerativ sözlərdə vurğuladıq. Bir də il sözü ilə işləndikdə bunu vurğulaya bilərik. 100 illər və yaxud da 90-cı illər deyəndə 90-cı illərdə 91, 92, 93, 94-cü illər bura daxildir. 100 illər deyəndə 100, 200, 300, 400, 500 ildən nədir? Söhbət gedə bilir. Bəzən sıra sayı aid olduğu isimlə birlikdə bir cümləz olur. Yəni o zaman isim birləşmənin tərkibində işlənirlər. İsim birləşmənin tərkibi. 5-ci gün yadımda qalmayıb. Yadımda qalmayıb. Nə qalmayıb? Gün. Hansı gün? 5-ci gün. Bunlar parçalan, ayrı-ayrı gündür. Amma 5-ci gün yağış yağırdı. Yağırdı. Nə yağış? Nə zaman? 5-ci gün. Bax, zaman zərfliyi oldu. Bu isim birləşmədir. Birinci ötəyinin söz birləşməsi. Deməli, say, nə zaman? Ümumiyyətlə, buna mən zərf demirəm da, yadda saxlayın ki, bu zərf deyil. Bu, isim birləşmədir ki, parçalanmır. Niyə? Çünki ikisi bir də zaman məzmunu bildirir. Zaman məzmunu bildirdiyinə görə bunlar sintaktik funksiya olaraq parçalanmayan isim birinci ötəyən söz birləşməsi formasında çıxış eləyə bilirlər. Bunu da qeyd elədik. Sıra sayının yazılma məsələsini hər kəs bilir. Yenə xatırlatma eləyək ki, ümumiyyətlə Roma rəqəmləri ilə yazılan sıra saylarının biraz fərqlilik var digərlərinə. Onlar yan-yanaşı gələndə maksimum 3'ü yanaşı gələ bilir. Düzdür. Hansılar ki, maksimum 3 dəfə iştirak eləyə bilir. Birinci forması yazılan 10-cu, 100-cü, 1000-ci. Yəni tərkibində 1 olan, fikir verirsinizsə, tərkibində 1 olan sıra saylarına söhbət. Yəni bunu 3 dəfə yaza bilirəm də. Bu 3-cüdür, düzdür. Yəni, artıq 4-cü yazması necə olmalıdır? 5-dən bir dənə solda çıxmaq lazımdır. 8-ci yazanda da 3 dənə toplayırıq. Mesela 30-cu yaza bilirik. Amma 40-cı yazanda, yəni belə deyək ki, necə olmalıdır? 50-dən solda bu forma XL kimi yazılır. 300-cü, 3000-ci yazıla bilir. Yəni 40-cı yazmaq üçün də dediyimiz kimi bunu da vurğuladıq. Və bunlar ardıcıl olaraq 2 və ya 3 dəfə istifadə oluna bilməz. Bu hansıdır? 5-ci, 50-ci, bir də 500-cü. 500-cü. Bunlar 2 dəfə istifadə oluna bilmir. Ancaq bir dəfə. Yəni bunların sol sağında onluqlar artıraraq, yüzlüklər artıraraq bunları nədir? Fərqləndirə bilir. Məsələn, 400-cü yazmaq üçün bu formada yazacağım. 600-cü yazmaq üçün bu formada yazacağım. Aydın oldu? Bu nədir? Bu 5-cidirsə bu olur 6-cı. Sol tərəfinə gəlsə olacaq 4-cü. Yəni bu sağ tərəfinə maksimum 3 dənə yazabilir, 8-ci eləyə bilərik. Bunu da məsələn LX bu 60-cıdır. XL isə bu nədir? 40-cıdır. LX bu olur 80-ci. 90-cı yazmaq üçün necə olacaq? 90-cı bax bu formada olacaq ki, bunu da bu şəkildə yadda saxlamaq lazımdır ki, bunlar haqqında da məlumat verdik. Deməli, sol tərəfdəki, bundan sol tərəfdəki çıxırıq, sağ tərəfdəki isə müsbət. Aydın üstə gəl, müsbət toplama işarəsi görülür. İndi gəlirik sayların xüsusiyyətlərinin məna növlərəcə qruplaşdırılması. Hansı saylar nə ilə işlənir? Bunlar necə qruplaşdıra bilərik? Məsəl üçün, numarativ sözlə işlənə bilmək. Ümumiyyətlə, yadda saxlayaraq ki, zaten numarativ söz müəyyən miqdar saylarına aiddir. Yəni, müəyyən miqdar sayla isimlər arasında işlənə bilir. Bunu bilirik. Qeyri-müəyyən miqdar sayların əksəriyyəti işlənməz. Hansı işlənə bilər? Təxmini, təqribi. Məsələn, 2, 3, 5, 6, o dediyim kimi, ədədlə, rəqəmdən ifadə oluna bilənlər işlənə bilər. 3-4 nəfər adam, 5-6 dənə kitab və s. Kəsr sayları numarativ sözlə işlənməz, sıra sayları numarativ sözlə işlənməz. Deməli, bunu bu şəkildə qruplaşdırırıq. Müəyyən miqdar sayının demək olar ki, istisnasız işlənə bilər. Qeyri-müəyyən miqdar saylarının ancaq və ancaq təqribi, təxmini qeyri-müəyyən miqdar sayları yerdə qalan heç məsələn, azacıqla aid olduğu isim arasında numarativ söz işlənməz. Çoxlu sözü ilə aid olduğu isim arasında numarativ söz işlənməz. Kəsr sayda ora daxildir, sıra sayda ora daxildir. Gəldik quruluş baxımından. Müəyyən miqdar saylar quruluşsa 2 cür olur. Sadə və mürəkkəb. Mürəkkəbi də tərkib ola bilir. Qeyri-müəyyən miqdar sayı isə quruluşsa 3 cür ola bilər. Sadə düzəltmə mürəkkəb sayın yeganə müəyyən miqdar saydır ki, quruluşsa 3 cür ola bilər. Yerdə qalan heç bir say quruluşsa 3 cür ola bilmir. Ancaq və ancaq
Qeyri-müəyyən miqdar sayları qolluqca 3 sıra ola bilir. Kəsr sayları ancaq mürəkkəb olur, özü də tərkibi. Sıra saylarda bilirik ki, necə olur? Incı şəkilçi ilə düzəldiyinə görə düzəltmə və mürəkkəb olur. Sadə sıra sayı yoxdur, bunu da demiş olduq. İndi ifadə olunma baxımından, yəni rəqəmlə, sözlə, hərflə və s. bu formada. Müəyyən miqdar sayılarının hamısını rəqəmlə yaza bilirik. Hərflə yaza bilirik, yəni söz mənasında. Hərf və rəqəmlə də yaza bilirik. 2 milyon, 5 milyard bu formada da yaza bilirik. Qeyri-müəyyən miqdar sayıları yalnız hərflə yazıla bilənlər var, həm rəqəm, həm də hərflə yazıla bilənlər var. Yalnız hərflə yazılanlar hansı ki rəqəmə çevirə bilmirik ya. Bax, fikir verin. Az, çox, xeyli, bir sıra, bir çox, külli miqdarda, saysız, hesabsız. Bunların heç birini mən müəyyən bir rəqəm və ədədlə ifadə edə bilmirəm. Amma təqribi, təxmini qeyri-müəyyən miqdar sayıları ki vardı, onları ifadə edə bilirik. 3, 4, 5, 6, 7, 8, 10, 15 və s. Kəsr sayıları hərflə yazılan bu forması da var. 5-də 4, 2,5 və s. Kəsr işarəsindən yazılan da var bu formada. Bir də onluq kəsrlər 1,7, məsələn 1,5, 2,4 və s. bu formada da yazıla bilirlər. Sıra sayıları hərflə yazıla bilir, rəqəmlə yazıla bilir, Roma rəqəmlərindən yazıla bilir, bir də müxtəlif işarələrlə. Bu müxtəlif işarələrdə birdən sonra nöqtə qoyanda bu olur birinci anlamında. Birdən sonra yarım mütərizə qoyanda yenə eyni forma, birdən sonra defiz qoyanda yenə eyni forma ola bilər. Yadda sağ ki, burada hər birinə fikir versəz, bütün sayların bunu yox, hərflə yazıla bilən forması mövcuddur. İndi gəlirik aid olduğu ismin təkdə və cəmdə işlənməsi məsələsi. Bunu, yəni normal tələbini burada uyğunlaşdıracağıq. Məsələn, müəyyən miqdar sayından sonra gələn isimlər təkdə işlənər. İl istisna, yuvarlaq, il sözünü istisna. Bunu yadda salır. Yəni, amma yenə istisnalar bilirsiniz də aksiyomaya təsir göstərmir. Müəyyən miqdar saylarından sonra gələn isimlər demək olar ki, təkdə işlənir. Bunun heç bir sıxıntısı yoxdur. Yəni, bunu aksiyoma kimi qəbul edirik. İl sözü istisna. Qeyri-müəyyən miqdar sayıları isə fərqli məqamları var, bunu bilirik. Nədir? Bir sıra və bir çoxdan sonra gələn bütün isimlər, ondan sonra gələn bütün isimlər normanın tələbinə görə, bax buna aid olan isimlərdən söhbət gedir. Bəzi MİQ suallarında ondan sonra gələn söz söhbəti, amma bir yadda sağ ki, bir sıra bir çox sözünün aid olduğu isim mütləq cəm şəklisi qəbul etməlidir. Məsələn, belə deyək də, bu nədir məsələn deyirəm. Məsələn, bir çox alimlər, bir sıra şairlər. Bir də var deyirəm ki, bir çox, bizim alimlər. Məsələn, bir çox bizim alimlərimiz. Bu özündən sonra gələn söz cəm şəklisi qəbul etməyə bilir. Buna da diqqətli oluruq da. Yəni, bunun aid olduğu isim hansıdır? Bir çox alim. Aid olduğu isim şairdir. Aydın olduğu, buna da diqqət eləmək lazımdır. Hansılar ki var, onlardan sonra gələn isimlər həm təkdə həm cəmdə ola bilir. Çoxdur, onlarla, yüzlərlə, onlarca, yüzlərcə, çoxlu sözlərdən sonra gələn, saylardan sonra gələn isimlər həm təkdə həm cəmdə işlənə bilir. Çox adamlar, çox adam. Yüzlərlə adam, yüzlərlə adamlar. Bunları bu şəkildə işlədə bilirik. Digər qeyri-müəyyən miqdar sayına gələn isimlər ancaq və ancaq təkdə işlənir. Bax, bunu da yadda saxlamaq lazımdır. Kəsr sayından sonra gələn isimlər təkdə işlənir. Sıra sayından sonra gələn isimlər həm təkdə həm cəmdə ola bilir. Hansı ki, cəmdə olacaq, bu paralel işlənmək xüsusilə. Birinci siniflər deyəndə 1A, 1B, 1C, 1C, 1D, 1Y, 1Ə və s. Bunlar yəni eyni bir şeyin paralel formasını sadalayırıq burada. O da cəm şəklisi qəbul edə bilir. Gəldik bir an əvvəl yuxarıdakı məsələyə. Bəzən bu mövzula bağlı hiləli suallar tərtib oluna bilir. Bir an əvvəl dediyim məsələ, baxın, bir sıra otaqlar, bir sıra geniş otaqlar, bir sıra sinif otaqları. Bax, diqqətli olun. Bir sıra və bir çoxdan sonra gələn isimlər, ona aid olan isimlərdən söhbət gedir. Buna diqqət. Amma desək ki, məsəl üçün, heç vaxt bir sıra bir çoxdan sonra gələn isim təkdə işlənə bilməz. Ola bilər, hansı ki, söz birləşməsi ilə işlənərsə, məsələn, bir sıra sinif otaqları. Bir sıra sinif otağı düzgün yanaşma deyil. Çünki orada qrammatik norma pozulub. Amma bir sıra sinif otaqları, burada qrammatik norma pozulmur. Çünki bunun əsas tərəfi otaqdır, o da cəmlənib. Amma belə məqam qarşınıza çıxa bilər. İndi gəldik suallar məsələsindən.
Bir an əvvəl yuxarıda buna toxunmuşduq. Sual məsələsi. Müəyyən miqdar sayları neçənə qədər suala cavab verə bilir? Heç bir sıxıntı yoxdur. Çünki niyə bunun tərkibində ədəd rəqəm ola bilir? 5 adam, nə qədər adam, neçə adam deyə bilər. Amma qeyri-müəyyən miqdar sayları da dedik nə zaman ola bilir? Təxmini təqribi. Təxmini təqribi. Müəyyən miqdar saylarda, qeyri-müəyyən miqdar saylarda yuxarıdakı neçə nə qədər suala cavab verə bilir. Amma yerdə qalan, yəni rəqəmsiz, ədədsiz yazıla bilən qeyri-müəyyən miqdar sayları ancaq və ancaq nə qədər suala cavab verir. Kəsr sayları neçə isə nə qədər suala cavab verə bilir. Sıra saylarda əsasən neçənci, bəzən də sifətlə ortaq cəhət olan hansı sualına cavab verə bilir. Gəlirik isimləşmə məsələsinə. İsimləşmə məsələsində də diqqət edirik. Əsasən isimləşən saylar sıra saylardır. Əsasən. Amma digərlərdə isimləşə bilir. Müəyyən miqdar saylarda isimləşə bilir. Məsələn, bir nəfər işləyir, 11'i dişlər. Məsələn, 11 nəfər burada 11'i nədə isimləşdi? Qeyri-müəyyən miqdar saylarda isimləşə bilər. Kəsr saylarda isimləşə bilər. Məsələn, 5'də 4, 5'də 3'dən böyükdür. Nədən böyükdür? Mübtəda tamamlıq mövqeyinə çıxış edəcək. Amma ən çox isimləşənlər sıra saylarıdır ki, bunu da demiş olduq. Say isimləşərkən qazanır, say isimləşərkən itirir. Görək nə qazanır, nə itirir. İsim kimi ad bildirir. 5 üzrə rəqəmin adını bildirir. İsim suallarına cavab verəcək. İsim kimi cümlə üzvü olacaq. İsim kimi cəm, mənsubiyyət, hal şəxsləri qəbul edəcək. İsimsiz işlənmə xüsusiyyətini qazanacaq. Aydın. Çünki isimləşmə nə deməkdir? Aid olduğu ismin yerində işlənmə deməkdir ki, bu sonuncu xüsusiyyət də odur. İsimləşsə də ismin bütün xüsusiyyətlərini daşımır. Hara sualına cavab verə bilmir, ümumi xüsusi ola bilmir, müzərrət konkret ola bilmir. Çünki o aid olduğu ismin yerindədir. Yəni onun konkretliyi, müzərrətliyi ismə məxsus xüsusiyyətdir. Ümumi xüsusi olmaq ismə məxsus xüsusiyyətdir. Bu üslubi cəhətdən bəlkə də ümumi xüsusi ola bilər. Tutaq ki, götürərəm bir dənə bədii əsər yazaram, rəqəmləri danışdıraram. Böyük hərflə yazacağam, tutaq ki, xüsusi ismi deyəcəm buna. Məsələn də xüsusi olur. Çünki baş qəhrəman kimdir. Amma bu üslubi funksiyadır. Biz danışırıq morfoloji funksiyadan. Aydın olduğu morfoloji funksiya olaraq saylar ümumi və xüsusi ola bilmir. Hara sualına cavab verə bilmir. Mücərrəd və konkret ola bilmir. Say isimləşərkən saxlayır. Morfoloji cəhətdən say olmağı ümumiyyətlə bütün nitsə, yəni başqa nitsələrin yerində işlənənlərdən söhbət gedir. Bax, başqa nitsəsinin yerində işlənmək. Əvəzlik nə eləyirsə yenə əvəzli olur. Məsələn, elə sözü, düzdür, sifət əvəz eləyə bilir, zərf əvəz eləyə bilir. Məsələn, elə şagird çoxdur. Necə şagird? Sifətə aiddir, sifət əvəz eləyib. Amma nitqsəsi olaraq nədir? Əvəzlik. Düzdür, say da aid olduğu ismin yerində işlənsə, morfoloji cəhətdən say alır. Bunu qatışdırmayıb. Yenə cümlə olur. İsimləşsə də cümlə olur, isimləşməsə də cümlə ola bilir. Morfoloji cəhətdən say olmaq xüsusiyyətini də vurğuladıq ki, yenə burada da eyni şey yuxarıdakını davamıdır. Say həm isimləşər, həm də isimləşmədən xəbər ola bilir. Mənim qiymətlərim 5'dir. Məsələn, deyirəm, qiymətlərim 5'dir. Düzdür? Neçədir? 5'dir. Aydın oldu. Fikir verirsiniz. Burada nədən söhbət gedir? İsimləşməyib. Bir dənə də isimləşdirək ki, bu onun 5'idir. Bu onun 5'idir. Ayrıca burada mənsubiyə şeysi qəbul edib, həm də xəbər şeysi qəbul edib. Avtomatik nədir? İsimləşmə deyə bilirik və isimləşərək də xəbər eləyə bilirik. Gəldi indi məsələn deyirik, bu günün neçəsidir? Deyirəm 5'idir. Burada da tutaq ki, onunla qəbul etmədi. Sadəcə 5'idir işlədib. Buna isimləşdirmək, xəbər deyə bilirəm. İndi gəlirik saya oxşar isimlər. Bax, yadda saxlayın ki, bəzən isimləşmə var. Bir çox insanlar bunu qarışdırırlar. Məsələn, 2 1'dən böyükdür. Nədən böyükdür? Amma deyirəm, ikilik. Burada isimləşmə. Amma bu ikilik bu olur artıq isim. Aydın oldu. Bu isimləşmə. Yadda saxlayıq ki, lıq-lıq şəkilçisi ilə isimləşmə yaratmır. İsim yaradır bu və yaxud da sifət yaradır. Yəni, yüzlük, birlik, çoxluq, azlıq. Məsələn, azlıq çoxluğa tabedir. Bu cümlədə say yoxdur. Azlıq çoxluğa tabedir. Bu cümlədə isimləşmiş say varmı? Xeyr, ümumiyyətlə bu cümlədə say yoxdur. Çünki azlıq da isimdir, çoxluq da isimdir.
Yəni bunu unutmayaq ki, baxın, onluq sözü, milyonçu sözü isimdir. Düzəltmə isim. Onluq da onun kimi, üçüncülük də və birincilik uğrunda mübarizə aparırıq. Aydın oldu, birincilik uğrunda mübarizə aparırıq. Diqqətli oluruq. Bunlar dediyim kimi nədir? Say ola bilmir. Bunlar hamısı isimdir. Yəni saya oxşuyur, amma heç biri say deyil. Cümlədə diqqətli oluruq. Yəni bir sayın başlanğıc formasında lıq, 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 lük ola bilməz. Çı, çi, çu, çü ola bilməz. Yəni bunu unutmayaq. Tərkibində lıq-lıq şəkilçisi olan say yoxdur ki, bunu da dedik. Saya oxşar zərflər var. İndi baxarıq. Bax, 1-ə 100, 2-2, az-az, 1-dən 1-ə, 1-1, 1-ə 5, 1-dən dəfələrlə, illərlə. Bunlar haqqında yuxarıda məlumat verdi. Baxın, 1-2 saydır. Amma 1-1 heç vaxt say deyil. Bunu unutmayaq. Yəni 1, 2, 3, 4, 5, 6 təxmini qeyri-müəyyən miqdar saydır. Amma 1-1 bu heç vaxt say ola bilmir. 1-dən 1-ə, 1-ə 100, 1-ə 1000, 2-2, az-az, çox-çox. Məsələn, az-çox saydır. Az çox saydır. Yəni əşyayı olanda da az çox məlumatlıyam. Da ki, məlumatım var. Məlumatım var. Hə, bu saydır. Amma az-az danış, da az-az ye və s. Görürsünüz, burada artıq tərz mövqeyindədir. Say miqdar mövqeyində deyil. Yəni yadda sal ki, eyni sözün təkrarı ilə say yaranmaz. Eyni sözün təkrarı ilə bəli, az-az, 1-1, 2-2 bunlar say deyil. Saya oxşayan əvəzliklərə gəlir. Neçənci sual əvəzliyidir. Bitdi. Bunun tərkibində cıcı olsa da neçənci neçədən düzəlir. Aydın oldu. Buna biz sual əvəzliyi deyirik. Heç bir problem. Çünki bütün əsas niksələrin sualları hansı niksəsidir? Əvəzlikdir. Sual əvəzliyi. Yəni, deyə bilərsiniz, müəllim, bəs onun tərkibində ıncı şəkilçisi var. Olsun da. Çünki bütün əsas niksələrin sualları hansı niksəsidir? Əvəzlikdir. Bax, qatışdırmayın. Neçəlik sözü isimdir. Amma neçənci sözü say deyil. Bu nədir? Əvəzlik. Çünki bu sual əvəzliyidir. Bu isə sual əvəzliyi deyil. Bu sual əvəzliyindən da ki, nə düzəlir? İsim düzəlir. Amma burada isə sual əvəzliyi ilə bu formaya düzəlsə də yenə sual əvəzliyi yaranır. Burada sual əvəzliyi yaranmayıb. Amma burada isə sual əvəzliyi yaranıb. Onu da deyə bilərik. Gəlirik birisi biri. Diqqətli olun. Bir sözü, bax, bir sözü, birisi sözü. Əgər isim birləşmə tərkibində işlənib, fərqlənmə məzmunu bildirirsə, buna say deyəcəksiniz. Məsələn, deyirəm, uşaqlardan biri. Uşaqlardan bir nəfəri. Aydın oldu. Buradakı bu saydır. Amma sadəcə tək işlənərsə və yaxud da, baxın, belə işlənərsə, uşaqlardan birisi. Bu zaman bu əvəzlikdir. Məsələn, biri səni çağırır, biri səni çağırır. Yəni, bu təhlikdə olur qeyri-müəyyən əvəzlik. Bu söz birləşməsinin tərkibindən uşaqlardan birisində burada say yoxdur. Biri səni çağırır, burada say yox. Amma uşaqlardan biri səni çağırır. Bu cümlədə say vardır. Buna da diqqət edirik ki, yəni birini kimsənin əvəzi ilə bilirsinizsə, əvəzlikdir. Eləyə bilmirsinizsə, əvəzlik deyil. Bunu da vurğuladıq. Yenə saya oxşayan sifətlər var. İlk, ilkin, 30-luq, çoxdankı, ortancıl, bir illik, ikili, tək və s. Bunların heç biri say deyil. Baxın, məzmununda nə olur olsun. Miqdar bildirir, yox. Sıra bildirir, yox. Bitdi. Bunu da qarışdırmıyor. İndi gəlirik bir sözünün müəyyən yerdə işlənmə məsələsi. Yadda saxlayın. Sifətlə ismin arasındakı işlənən bir sözü hər zaman ədatdır. Ədat, bitdi. Bax, gözəl bir səhər, müstəqil bir dövlət, elə bir gün, hər bir şagird. Aydın oldu, yəni bunların heç biri say deyil. Bunu unutmayaq. Gözəl bir səhər. Məsələn, bir gözəl səhər olsa, bax, belə yazım. Bir gözəl səhər. Qrammatik normanın tələbi olaraq belə say, sifət, isim belə. Buna say deyə bilərik. Amma gözəl bir səhərə deyəməliyik. Məsələn, bir müstəqil dövlət saydır, amma müstəqil bir dövlət say deyil. Sıfır say deyil, bunu unutmayaq. Yadda saxlayın, sayın tərifi nədir? Əşyanın miqdarını və sırasını bildirir. Sıfır heç bir miqdar bildirmir. Heç bir sıfır, yəni belə deyək, sıra bildirə bilmir.
Bax, deyə bilərsə, riyaziyyatda bəs rəqəmi, ədəd və s. var. Amma olsun, o riyaziyyat elmidir. Azərbaycan dilində 0 deyə müəyyən miqdar sayı yoxdur. Qeyri-müəyyən miqdar sayı yoxdur. Kəsr sayı yoxdur. Sıra sayı. Tutaq ki, buna say deyən sayın hansı məna növünə aiddir? Çünki dilimizdəki 23 müəyyən miqdar sayı var da, düzdür? Digərləri hamısı ondan yaranıb. Sadə 23 müəyyən miqdar sayı var. Onların tərkibində 0 varmı? Xeyr. 0 say deyil. Bunu unutmayaq. 0 say deyil. Yəni 0'ı nə qədər milyon dənə 0'ı yan-yana düzün. Heç bir miqdar bildirməyəcək. Bunun yanında hər hansı bir say yazılmadığı sürəcə. 0 say deyil. Və bunu yenə vurğulayıram. 0 say deyil. 0 heç bir miqdar sıra sayı bildirmir. Buna say deyiriksə, sayın mənaca hansı növünə dürtüşdürəcəyik? Heç bir növünə dürtüşdürməyəcəyik, dürtüşdürə bilməyəcəyik, dürtüşdürməyə də ehtiyac yoxdur. Çünki sayın tərifinə cavab verməyən bir sözə mən necə say deyə bilərəm? Sayın hər hansı bir məna növünə aid eləyə bilmədiyim bir sözə necə say deyə bilərəm? 0 hansı nüqsəsidir? 0 boşluqdur. Aydın oldu, boşluq. Ona görə də buna nə deyəcəksiniz? İsim. Bu say deyil, bunu vurğuladıq. Gəlirik onda sözünün müxtəlif formaları. Onda sözü say kimi. Deyirəm, saat 10'da gedəcəm. Aysa say. Kitab 10'da qalıb. Kitab 10'da qalıb. 50'də qalıb. Əvəzlik. Onda sən uşaq olardın o zaman mənasında. Sən uşaq olardın. O zaman bu olur zərf. Bax, bunu da yadlasın. Deməli, nə zaman sualın cavabında zərf, kimdə əvəzlik, neçədə say mövqeyində çıxış eləyə bilir. Bir sıra sözü də bəzən fərqli məqamda bir sıra cərgə mənasında işlənə bilir. O zaman buna say deməyəcəksiniz. Bir sıra düzülün, bir cərgə düzülün mövqeyində çıxış eləyir. Onlarla sözünün də say və əvəzlik kimi işlənliyini də bilirik. Məsələn, onlarla gedəcəm, kim ilə, onlarla artıq buradakı olacaq qoşma, düzdürmü? Amma say kimi işlənəndə bu olacaq say düzəldən şəkilci. Bəli, əziz həmkarlar, say haqqında demək istədiyimiz bu qədər. Yəni, əlavə məsələlərdir bunlar. Diqqət edirik inşallah. Sonda yenə sizdən kiçik bir rica. Videonu bəyənməyi və kanalı izləməyi unutmayaq. Sağ olun, növbəti dərslərdə görüşmək ümidiyle.